Salam uşaqlar. Mən bugün sizə ədədi ardıcıllıqlar, silsilələr və ədədi ardıcıllıqlara aid olan çalışmalar, bu bölmənin bu ədədi ardıcıllıqlara aid olan çalışmalar bölməsindəki çalışmalar işləyəcək. Burada birinciyə gəlin baxaq uşaqlar. Birincidə nədir? AN bərabərdir 4N üstəgəl 7. Deyir ki, düsturu ilə verilmiş ardıcıllığın ikinci həddini tapın. İkinci həddini deyirsə uşaqlar, n-in yerinə 2 yazır. Aydındır mı? N-in yerinə 2 yazanda AN nəyə bərabər? 4 vur 2 üstəgəl 7. Bu da elədir 8, 7, 15. Cavab oldu 15. D variantı. İkinciyə baxaq. Deyir xn bərabərdir 3 bölünsün mənfi 1 üstündə n. Ardıcıllığının 9-cu həddini tap. N-i yerinə 9 yazacaq uşaqlar. İndeksində də 9 yazdım. Deməli, burada da n-i yerinə 2 yazmaq lazımdır ki, yəni ikinci həddi tapdıq. Aydındır mı? Burada da verir bizə 3 mənfi 1 üstündə n9'dur 9. Mənfi 1'in tək dərəcədən qüvvəti mənfi verir bizə. Bu da 3. O da eləyir mənfi 3. Deməli, x9 nəyə bərabər oldu? Mənfi 3'ə. Cavab orada D variantıdır. Üçüncü çalışma. Üçüncü çalışma eynidir. Ona göre de onu yazmıram. Dördüncü çalışmaya baxaq. Ümumi həddi AN bərabərdir. Deməli, mənfi 1 üstündə n, mötəzidə deyil mənfi. Üstə gəl 5 vurulsun mənfi 1 üstündə n olan AN ardıcıllığının 4-cü həddini tapacaq. A4'ü tapacaq. N yerinə 4 yazacağım. Bax, mənfi 1 üstü 4. Mənfi 1 üstü 4. Üstə gəl 5 vurulsun. Bu da mənfi 1 mötəzidədir. Bu yazılışla bu yazılış fərqlidir uşaqlar. Deməli, bu mənfi 1 üstü 4 nə verir bizə? Mənfi 1. Aydın mı? Çünki mənfi bu qüvvətin mötəzidə deyil. Yəni 4'ün ona təsiri yoxdur. Üstə gəl. Burada isə var təsiri. Eləcək 1 üstə gəl 5. O da bərabərdir müsbət 4'ə. Deməli, A4 nəyə bərabərdir? 4'ə bərabərdir. İndi baxaq 5-ci. Bu hansı variant oldu? B variantı oldu. Baxıram 5-ciyə. 5-cidə nədir? 5-cidə AN bərabərdir n'in kvadratı üstə gəl kök altında n. Düsturu ilə verilən ardıcıllığın 9-cu həddini tapacaq. A9'u tapacaq. Bərabərdir. N'in yerinə 9 yazıram. 9'un kvadratı üstə gəl kök altında 9. O da bərabərdir 81 üstə gəl 3. Bərabərdir 84'ə. Deməli, A9 neçə oldu? 84. Bu da 5-ci sualdır. 84 Y variantıdır uşaqlar. Y variantı. 6-cı sualı çalışmaya baxaq. Ümumi həddi AN bərabərdir 2 çıxılsın n bölünsün 2n'ə. Ardıcıllığın ilk 3 həddinin cəmini tapın. Gəlin birinci, yəni A1 üstə gəl A2 üstə gəl A3'ü tapacaq uşaqlar. Bunun üçün gəlin birinci baxaq A1'i tapaq. A1. N yerinə 1 yazıram. Gəlin bir dəfəlik hesablayaq. 2'dən 1 çıxanda bu 1'dir. 2'dən 1 çıxanda 1 eləyir. 2'ni də 1'ə vuranda 2 eləyir. Deməli neçə elədi? 2'də 1. İstəyirsiniz yazın uşaqlar, fərqi yoxdur. 2 vurulsun 1. O da bərabərdir 2'də 1. A2'ni də tapaq. Deməli 2 yazacağım n yerinə. 2 çıxılsın 2 bölünsün 2 vurulsun 2. Bu da eləyir 0. Aydın mı? Surət 0'dır. Və ən nəhayət A3'ü də hesablayaq. A3 də 3 də yazanda yerinə 2 çıx 3 bölünsün 2 vur 3. Bu da eləyir mənfi 6'da 1. İndi bunların cəmini istəyir bizdən. Burada yazmışam bərabərdir. Yazaq. 2'də 1 üstə gəl 0 üstə gəl mənfi 6'da 1. Mənfi 6'da 1. Bunlar məxrəclərini bunu da 3'ə vuraq. 6'da 3 eləyir. Elədim. 6'da 3'dən 6'da 1'i çıxanda 6'da 2. O da eləyir neçə? 3'də 1. Cavab oldu 3'də 1.
Y variantı doğrudur uşaqlar. Cevab 3'te 1. Y variantıdır. 6-cıda. Sonra 7-də eynidir uşaqlar. Baxıram eyni olanları, yəni birini yazıramsa digərini özünüz çalışmağınız daha məsləhətdir. 8-ci çalışmada birinci hədd verilib 5'dir. Bir də AN üstə gəl 1 bərabərdir 2AN üstə gəl 3. Yəni bu ardıcılı ilk 3 həddinin cəmini tapacaq uşaqlar. A1 üstə gəl A2 üstə gəl A3. Burada bax bu tələb olunur. Bu üsulla verilən ardıcıllıqlara deyirlər ki, rekurrent üsulla verilib. Aydınmı? Rekurrent düsturla verilib. Yəni birinci hədd verilib burada. Hədlərin biri verilir. Digəri görürsən ki, bir-birindən asılı olaraq verilir. Hədlərin özlərinin bir-birindən asılı olaraq verilir. Bax, gəlin baxaq. A1 verilibsə burada, onda bax bu düsturda n bərabərdir 1 üçün mən necə yazacağım? A n-i yerinə 1 yazanda 2 eləyir də bərabərdir 2A, bu da 1 eləyir. Düzdür mü? O da üstə gəl 3. Bərabərdir A1 neçədir? 5. 2 vur 5 üstə gəl 3. Bu elədi neçə? 13. Deməli ikinci hədd də 13. İndi A3'ü tapmaq üçün n-i yerinə 2 yazıram. Bax fikir verin, 2 yazanda 2'nin üstə 1 gəlirəm A3 eləyir. O da bərabərdir 2A2. Daha A1 yox A2. N-i yerinə 2 yazmışam. Bax üstə gəl 3. O da 2 vurulsun. A2 neçədir? 13 üstə gəl 3. Bu da eləyir 26. Bu da 3. 29. Şimdi burada uşaqlar. Baxaq burada deməli yazıram A1 üstə gəl A2 üstə gəl A3. O da bərabərdir. Neçə eləyir? 5. A1 5'dir. Bu 13'dir. Bu da üstə gəl 29'dur. O da bərabərdir. Bu 18 eləyir. 18 üstə 29 gələndə 47. Cevap oldu 47. Var mı orada cevap? C variantında 47. Sonra 9. çalışmada nedir? İğni ilə bu cür çalışma uşaqlar. 9'u özünüz yazarsınız. 10-cuya baxırıq. Deməli ilk n həddinin cəmi düsturu. Yəni Sn verilib bizə. Bərabərdir 2 üstündə n çıxılsın 1. Bir də üstə gəl 1 olan ardıcıllığın 5-ci həddini tapın. Uşaqlar bu n-ci hədd düsturu deyil. Orada deyir ki ilk n həddinin cəmi düsturu. Bax mən belə yazdım. Aydınmı? Və deyir ki bizə ardıcıllığın 5-ci həddini tapın. Yəni A5'i tapacaq. S5'i demir. Uşaqların səhvi burada olur. 5 yazır yerinə qutardı getdi. Yox. Şimdi bax A5 nəyə bərabərdir? Bax yazıram. A5 bərabərdir. S5 nə deməkdir? Yəni 1 üstə gəl 2 üstə gəl 3 üstə gəl 4 üstə gəl A5'in cəmidir. Bu hədlərin cəmidir. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci hədlərin cəmidir. Amma mən bundan çıxacağım A1 üstə gəl A2 üstə gəl A3 üstə gəl A4'ün cəmini. Yerdə qalacaq A5. O da bərabərdir. İndi burada n-i yerinə 5 yazır. Aydınmı? 5 yazanda nə verəcək mənə? Deməli 2 üstü 5 çıx 1 üstə gəl 1. Çıxılsın. Burada 4 yazmalıyım. S4'e hesablayırım axı. 2 üstündə 4 çıx 1. O da üstə gəl 1. O da bərabərdir. Şimdi burada bu 2 üstü 4 eləyir. 2 üstü 4 16. Deməli 16 üstə gəl 1 çıxılsın. 1 üzərinə gəlmədim ki buradan çıxılacaq da. Bu da 2 üstü 3 eləyir. 8. Bu da çıxılsın 1 olur. 1'ler gedir 16'dan da 8 çıxanda 8. Deməli A5 nəyə bərabər oldu? Bax 8. Burada ayrı-ayrı da tapa bilərdiniz. İstəyirsiniz ondan sonra gələn çalışma da ona aiddir deyirsən. Ardıcılığın 4-cü həddini tapın. Gəl bunu ayrı-ayrı da tapım sizin üçün uşaqlar. Deməli Sn verilib mənə 3 üstü n çıxılsın 1 üstə gəl 1. Mən buradan tələb olunur bizdən A4'ü tapacağım. Bərabərdir sual. İndi gəlin bunun üçün S4'ü tapıram. Bərabərdir. 3 üstü 4 çıx 1 üstə gəl 1. Bu 3 üstü 3 eləyir.
Üstə gəl 1. Bu da 27, bu da 1, 28. Deməli, S4 nəyə bərabər oldu? 28. İndi isə A4 lazımdır mənə axı. S3'ü tapaq. Deməli, 3 üstü 3 çıxılsın 1, üstə gəl 1. O da bərabərdir 3'ün kvadratı. Üstə gəl 1. O da bərabər 9, o da 1, 10. Deməli, S3 də 10'dur. İndi A4 mənə bərabərdir. Yazıram burada. S4 çıxılsın S3. O da bərabərdir. S4'ün yerinə yazıram 28. S3'ün yerinə yazıram 10. O da bərabərdir neçəyə? 13'ə. Deməli, A4 neçə oldu? 13. 18'e 13 nedir? 18. Aydınmı? Var mı orada cevap? Cevap orada D variantıdır. Və belə. Sonra 12. sualda nedir? Neçə həddi tam ədəddir? Gəl bunu da yazaq. 12. həddi. Deməli 3n AN bərabərdir əlbət ki. 3n çıxılsın 16, o da bölünsün neçə n. Deməli, ardıcılığının neçə həddi tam ədəddir. Bunu gəl belə yazaq uşaqlar. Bax, 3n bölünsün n çıxılsın 16 bölünsün n-ə. Burada n'lər gedir, qalır 3 çıxılsın 10 bölünsün n. 16 bölünsün n. Burada n bilirik ki, natural ədəddir də uşaqlar. Aydınmı? İndi gəlin, burada deməli işarənin də aidiyyatı yoxdur buna. Çünki tam ədədlərdir axı, natural və onların əksi olan ədədlərdir. Ona görə də n burada olmalıdır. Deməli 16'nın bölənləri 1, 2, 4, 8, bir də 16. Düzdür mü? Arada qalmadı ki, yox. 1, 2, 4, 8, 16. Deməli, bu qiymətlərdə AN ardıcılığının qiyməti tam ədəd olacaq. Neçədən oldu? 1, 2, 3, 4, 5 dənə. Cavab 5 olacaq orada. Hansı çalışmada? A variantıdır. Cavab A variantıdır. Sonra 13'də də ardıcılığın neçə həddi tam ədəddir? Yəqin ki 12'ni bölənlərini tapacaqsınız. Özünüz taparsınız onu. 1 çıxılsın 12 böl n olacaq. 12'ni bölənlər olacaq şu anda. Sonra 14'ü yazaq. Deyir ki 14'də AN bərabərdir. AN bərabərdir. N'in kvadratı çıxılsın 8n üstə gəl 80. Ardıcıllığının 100'ə bərabər olan həddinin nömrəsini tap. Bu ardıcıllığın 100'ə bərabər olan həddinin nömrəsini tapacaq. Yəni bu deməkdir ki AN bərabərdir 100. N də bərabərdir sual. Aydınmı? Nömrəsini tapacaq. AN 100'ü nə vaxt alır? Burada yazıram yerinə. N'in kvadratı çıx 8n. Üstə gəl 80 bərabərdir 100'ə. Bu da nə verir mənə? N'in kvadratı çıx 8n. 100'ü də bu tərəfə keçirdən üstə gəl 20. O da bərabərdir 0. Burada kvadrat tənli kimi dəlilləyə bilərsiniz. Və yaxud da mənə elə gəlir buradan həll elək tapağa görə neçə olacaq burada? Deməli 8 x1 2 bərabərdir. 8 üstə gəl çıx. Deməli burada çıxmadı bu. Bu üstə gəldi, burada çıxmadı. Deməli burada neçə eləcək bu? Burada olacaq 2 ilə 10 olacaq da çox güman ki. Yazmışam yazar 64. O da üstə gəl neçə eləyir? 80. Aydınmı? Deməli 144 12 eləyir. Kökdən 12 çıxır. Bu da 2. Burada da deməli x1 nəyə bərabərdir? Toplayıb böləcək 2'yə 10. Çıxıb böləcək 2'yə mənfi 2. Elə demə. Belə cavablar verdi. İndi burada deməli mənfi 2 ola bilməz axı. Sıra belə çıxır ki n neçə olmalıdır? Burada n1 n2'dir. N neçə olmalıdır? N olmalıdır 10. Deməli 100'ə bərabər olan həddin nömrəsi neçə oldu? 10 oldu. Orada da bu 14 nömrəli çalışmadır. C variantıdır. Cavab C'dir. Sonra baxaq 15'də nədir?
Ardıcıllığının 122'ye bərabər olan həddin nömrəsini tapın. Eyni çalışmada 16'ya baxacağım mən. 16'da nedir? A n bərabərdir. N vurulsun, n üstə gəl 1. Düsturu ilə verilən ədədi ardıcıllığın 20'ye bərabər olan həddin nömrəsini tapın. Yenə də a n bərabərdir 20, n'i tapacaq. N bərabərdir sual olacaq. Baxaq. Burada a-n'in əvəzinə nə yazacağım? 20. N vurulsun, n üstə gəl 1 bərabərdir 20'ye. Düzdürmü? İndi n bərabərdir nəyə? Sual. N bərabərdir nəyə? Baxaq uşaqlar. Burada iki ardıcıl ədədin hasilidir. N vurulsun, n üstə gəl 1. Bunlardan da istifadə edək. Vurub açıb kvadrat tənliyə niyə getiririk? Ardıcıl ədədlər 4 ilə 5 ilə düzdürmü? N neçə olmalıdır? 4. Yəni buradan dərhal cavabı qeyd edə bilirsiniz. Ona görə vurub açmanın yeri yoxdur. N bərabərdir 4. Bəli, A variantı var orada. Sonra deməli 17'də. 17'də AN deməli AN bərabərdir 7 bölünsün 83 çıxılsın 5N. Ardıcıllığının ilk mənfi həddini tapın. Deməli bunun ilk mənfi həddini tapacaq. Ona görə də bu bərabər bunu mən belə yazıram. 83 çıxılsın 5N, o da kiçikdir nədən? 0'dan. Aydınmı? İndi əvvəl bunu tapaq və yaxud da qiymət verməklə də tapa bilərik uşaqlar bunu. Gəlin hələ ilk mənfi ədədi tapaq, heç bərabərsizliyi həll etməyək. Bu 0'dan kiçik olmalıdır, düzdürmü ümumiyyətlə? Bura baxın uşaqlar. Bu n yerinə 16 olanda 80 eləyir, düzdürmü? Deməli 80 eləyirsə 83'dən 80 çıxanda müsbət eləyəcək cavabı. Amma belə çıxır ki, n bərabər neçə? 17'dir. 17'dirsə burada da yazmaq olar. Bu kiçikdir nədən? Deməli 16 tam neçədən istəyirsiniz yazın, bunu da yaza bilərik uşaqlar. Yəni buradan mühakimə ilə də yazmaq olur. Da 5n kiçikdir 0. Buradan da 5n 5n nədən böyük olmalıdır? 83'dən, düzdürmü? N də böyük olmalıdır. 83'ü bölürəm neçəyə? 5'ə. Bu izahatı burada deyirdim də mən də. O da bərabərdir 16 tam 5'də 3'ə. Bundan sonra gələn natural ədəd hansıdır? 17. Aydındır? Buradan görsənir o. Sadəcə olaraq yazılış qaydasını belə də yaza bilərsiniz. Buradan da deyə bilərsiniz dərhal. İndi 17'ni yazanda yazıram AN bərabərdir 7 bölünsün 83 çıxılsın. Bu 85'dir də, düzdürmü? 85. O da bərabərdir mənfi eləcək cavab 2'də 7. O da eləyir mənfi 3 tam 15. İlk mənfi ədədi budur. Mənfi 3 tam 15. Neçə nömrəlidir bu? 17 nömrəli çalışmada B variantı. B variantı. Ya belə yazın tapın, ya da buradan deyə bilərdiniz onu. 18. AN bərabərdir 19 üstə gəlib 5 tam 10'da 8 çıxılsın n'in kvadratı. Ardıcıllığının ən kiçik həddini tap. Bax uşaqlar, burada olan səhvi də deyim sizə. Dərhal uşaq 4'ü yazır bura. Aydınmı? Amma 4 olmamalıdır. Çünki 5 tam 10'da 8'dən 5'i yazır bax işte. 5 tam 10'da 8'dən 5'i çıxanda 0 10'da 8 edir. Amma n bərabərdir 6 olanda necə olur? Baxın. 19 üstə gəl. 5 10'da 8 çıxılsın 6 kvadratı. Bu kvadrat bunu da müsbət edir, düzdürmü? 19 üstə gəl. Bu 0 10'da 2 elir də. Mənfi 0 10'da 2. Mənfi 0 10'da 2'nin kvadratı. Bu da elir 19 üstə gəl. Bu da elir 0 tam %4. O da elir 19 tam %4. Bu cevap belə oldu. Arada da A variantıdır. Cevap A variantıdır. 19. 19'da necə tapar? Baxa görək, 19'u yaza görək. Burada ən kiçiyini deyildi. Burada ən böyüyünüdür. Baxaq, 19'da deməli AN bərabərdir 13 çıxılsın 8 tam 10'da 4 çıxılsın n'in kvadratı. Burada böyük problem yoxdur uşaqlar. Burada çıxmadı, burada üstə gəldi. Aydın oldu. Ona görə burada ən kiçiyini deyəcək, burada da ən böyüyünü deyəcək. Deməli 13'dən ən kiçiyi çıxmalıdır, düzdürmü?
Belə çıxır ki, n neçə götürəcəksiniz burada? Burada 9 götürmək olmaz. Yəni 8 götürək. Aydınmı? 9-da 0.6 eləyəcək. Amma 8 götürəndə 0.4 eləyəcək. Deməli, n olacaq 8. 8 a n də bərabərdir 13. Yəni 8-ci hədd. Həddini də soruşanda belə də yaza bilərsiniz. 8-ci hədd. Sonra burada bax görsə 6-cı hədd oldu. Hansı həddin nömrəsi? O nömrəni də soruşa bilər. 13 çıxılsın. Burada deməli 8 yazanda 0.4 eləyir də kvadrat. Elədir mi? O da bərabərdir 13 çıxılsın. Bu da eləyir 0,16. Bunu da çıxanda 12,84. Düz çıxdımsa orada cavab olar. Düz çıxmamış. Ha, var cavabı. C var. C variantıdır. Demək bu qayda ilə. Yəni bu çıxma ilə bu toplamaya görə ən kiçik ən böyük söhbəti işlədir orada. 20 nömrəli çalışmada. İlk n həddin cəmi, cəm düsturudur. 6n-in kvadratı üstə gəlib 4. Düsturu ilə verilən ardıcıllığın n-inci həddini tap. Gəlin bunu, bu n-inci ilk n həddin cəmi düsturudur. Gəl belə yazaq. Biz burada məsələn A5-ci həddi A4-cü həddi necə tapdıq? A5-dən A4-ü, S5-dən S4-ü çıxdıq, düzdürmü? İndi bundan da mən SN üstə n bundan əvvəlki həddini, bundan əvvəlki həddə qədər olan hədlərin cəm düsturunu yazıram. Başa düşdünüzmü? Bu elə bil ki, belə də gəl. A1 üstə gəl, A2 üstə gəl və ilə axır. Üstə gəl AN çıx 1, sonra AN gəlir də, düzdürmü? Deməli, bütöv bunların cəmi budur. Amma mən indi bunu tapıram və çıxacağım bir-birinə. O da bərabərdir. 6 vurulsun, n çıxılsın 1-in kvadratı. Üstə gəl 4. Bundan bunu çıxacağım, AN-i tapacağım mən. Aydınmı? SN, yazıram, AN bərabərdir. SN çıxılsın, SN minus 1. O da bərabərdir. Bunları çıxanda bir-birindən 4'ləri bu tərəf, bu başdan atıram. Aydınmı? Yazıram 6n'in kvadratı. O da çıxılsın 6n çıxılsın 1'in kvadratı. O da bərabərdir. Burada müxtəsər vurma düsturuyla da yaza bilərəm. 6'nı çıxardım, mötərizə xaricində. N'in kvadratı çıxılsın, heç açmamış da yaza bilərdim onu. Necə istəyirsiniz? Olur n çıxılsın 1'in kvadratı. Bərabərdir. O da bərabərdir. 6 vurulsun. Bu nə deməkdir? Deməli, n'in kvadratı çıxılsın, n üstə gəl 1. Bir də n'in kvadratı üstə gəl, n çıxılsın 1. O da bərabərdir. Belə, burada n çıxılsın. Hər ikisində n çıxılsın. İndi burada n'lər gedir, 1 qalır, 6 vurulsun. Burada da deməli n'lər toplanır da 2n çıxılsın 1. Belə bir yazılış aldım orada. Bunu da istəyirsiniz vuraq açaq. Orada vurub açıblar mənə elə gəlir. 12n çıxılsın 6. Hansıdır orada? C variantı. Yaxud da bunu aça bilərdiniz də birincinin kvadratı minus ikincinin, birincinin vurmasını kim istəyir? Plus 1. Düsturunu açıb sadələşdirə bilərdiniz. Hansı sizə xoşdur onu yazın uşaqlar. Aydındır. Mən gah belə yazıram, gah o düsturundan istifadə edirəm. Yəni, özünüz hansı sizə xoşdur onu yazın. İndi bax, 21'də nə deyir? 21'də deyir ki, ardıcıllığın ilk n həddinin cəmi. Bax, yenə də SN-dir bu. Bu ifadəyə fikir verin. Budur. Bu ardıcıllığın 162'yə bərabər olan həddinin nömrəsini tapın. Bu ardıcıllığın, deməli, burada AN-i verib mənə. AN 162'dir uşaqlar. N-i tapacağım. Nömrəsini istəyir bizdən. Bunun üçün uşaqlar, bunun üçün əvvəlcə bu SN verilib, bundan əvvəlki çalışmada olduğu kimi mən SN minus 1'i tapıram. Bərabərdir. Bu nə verir mənə? 3 üstündə n minus 1 çıxılsın 1. İndi AN-i tapıq. AN nəyə bərabərdir? SN-dən çıxacağım SN minus 1 bərabər. Bunları tərəf-tərəfə çıxanda bunlar gedir. Düzdürmü?
olur 3 üstü n çıxılsın 3 üstündə n minus 1. O da bərabərdir. Bərabərdir. İndi baxaq. Bu bərabər nəyə? Burada yazım 162-ni. Bax, tənliyim, üslü tənliyi aldım mən. İndi bu üslü tənliyi gəl həll edək. Deməli, 3 üstü n çıxılsın. Bu nə deməkdir? 3 üstü n bölünsün 3 deməkdir. Düzdürmü? 3 üstü mənfi 1 bölünsün 3 deməkdir. Bərabərdir 162-yə. Bunu hər tərəfini 3'ə vururam. Vuranda 3 vurulsun 3 üstü n, çıxılsın 3 üstü n. O da bərabərdir 162 vurulsun 3. Vurmuram ki uşaqlar, böləndə yəqin ki orada nəzərə alıblar tənliyi verəndə də. Bu çıxanda 2 vurulsun 3 üstü n elir, düzdürmü? O da bərabərdir 162 vurulsun 3. Burada 3 üstü n nəyə bərabərdir? 162-ni 2'yə bölməliyəm də bu hasili. Eləyir 81 vurulsun 3. Buradan da alıram ki, deməli 3 üstü n bərabərdir. Bu 81 3 üstü 4'dir, bu da 3. 3 üstü 5 elir. Buradan da alıram n nəyə bərabərdir? 5'ə. Cavab oldu 5. Deməli 21 nömrəli çalışmada bəli, Y variantında var orada cavab. Var belə. Sonra 22'ye baxaq. 22 nömrəli çalışmaya baxaq. Deyir necə? 22'də necədir? Deməli, ardıcıllığının ümumi həddini tapın. 1, 3, 7, 15, 31 və ilə axır. Deyir, bu ardıcıllığın ümumi həddini tapın. Bu məntiqə çox yaxındır uşaqlar. Məntiqə çox yaxındır. Burada cevaplarını da verib. Cevaplarından da istifadə eləmək olar. Bax, bu biri fikir verin. 2 üstü 1 çıxılsın 1. 3'e baxın. 2 üstü 2 çıxılsın 1. 3. 7'ni 2 üstü 3 çıxılsın 1. Və ilə axır və s. Lab 15'i də yaz. 15 nəyə bərabərdir? 2 üstü 4 çıxılsın 1. 16 çıx 1. 8 çıx 1. 4 çıx 1. Deməli, bunu n üçün yazanda necə yazmaq lazımdır? Ümumi şəkildə 2 üstündə n çıxılsın 1. Belə olacaq uşaqlar. Bu məntiqə daha yaxındır. Orada cavabda 22 nömrəli çalışmadır. Çalışmadır. Cavabı var orada. Y variantında var. Aydınmı? 23 nömrəli çalışmanı özünüz yazarsınız. Həmin eyni tip çalışmadır. Özünüz fikirləşib onu yazarsınız uşaqlar. Şimdi baxaq 24'ə baxaq. 24'də nədir? İlk n həddin hasili hn bərabərdir n faktorial bölünsün 3. Düsturu ilə verilən ardıcıllığın 4-cü həddini tapacaq. An bərabərdir nəyə? Suala. Bu n həddin hasilidir. Mən n minus 1 həddin hasilini yazıram. Bərabərdir. Deməli olacaq n minus 1 faktorial. O da bölünsün 3. Bu faktorialı bilirsiniz de uşaqlar. 1'dən n için olan ədədlərin hasilidir. Bu da 1'dən n çıxılsın 1'ə üçün olan ədədlərin hasilidir. Bu n çıxılsın 1 həddin hasilidir. Bu da n həddin hasilidir. Aydındır mı? Onda an nəyə bərabər olacaq? An'i yazıram bərabərdir. Hn bölünsün hn minus 1. Düzdür? N minus 1'e için olanlar gedəcək, an qalacaqdır orada. Ona göre de buna bərabərdir. Bax, yuxarıda yazıram n faktorial bölünsün 3. Bu da n minus 1 faktorial bölünsün 3. O da bərabərdir. Bu nə deməkdir? Bu deməli n faktorial bölünsün n minus 1 faktorial deməkdir. Aydındır mı? Şimdi burada deməli, bunlar da ixtisar gedir. Nəyə bərabər olacaq bu? An və n-ə. Aydındır mı? Çünki n minus 1'ə qədər olanlar elə bilin ki, açıq yazın burada. Bax, 1 vur, 2 vur, 3 vur və ilə axır. Vurulsun n'dir burada. N minus 1, o da vurulsun n'dir. Amma bu da 1 vurulsun, 2 vurulsun, 3, o da vurulsun və ilə axır. N minus 1. Bax, bunlar gedir ixtisar qalır n. Ona göre yazdım burada n'e beraber.
Aydınmı? Ha, indi mən ümumi şəkildə yazdım sizin üçün. Aydınmı? 4 də yazıb hesablaya bilərdim dərhal. Yəni ümumi şəkildə belədir. Əgər AN n-ə bərabərdirsə, A4 nəyə bərabər olacaq? Elə 4-ə bərabər olacaqdı. A5 nəyə bərabər olacaq? 5-ə. Nə bilim A20 20-yə bərabər olacaq. Aydın oldu? Mən bunu ümumi özüm yazdım sizin üçün uşaqlar. Yəni başa düşəsiniz, tamam. Daha xüsusi hal kimi yox. Xüsusi haldakı yazsaydım 4 yazacaqdım da yerinə 4 faktorial bölünsün 4. Bu da 3 faktorial bölünsün neçə? 3. Ucundan yazıb hesablayacaqdı dərhal. Baxaq, 25-ə baxaq. Kancı həddi AK bərabərdir. Düsturla verir. 1 üstəgəl K üstəgəl K kvadrat. O da bölünsün K vurulsun K üstəgəl 1. Düsturu ilə verilən ardıcılığın ilk n həddinin cəmini tapın. İlk n həddinin cəmini tapın. Bunu necə yazacağım uşaqlar? Burada konkret yazmaq olmayacaq. Qiymət yazsam yerinə, burada fərqli ədədlər alınacaq. Uyğunluq müəyyənləşdirmək çətin olacaq. Gəlin belə yazayım. Və mən bunu yazıram. 1 bölünsün K vurulsun K üstəgəl 1 kimi. Üstəgəl bir də K kvadrat üstəgəl K, yəni bu. Bölünsün K vurulsun K üstəgəl 1 kimi. Bərabərdir. Bu nəyə bərabərdir uşaqlar? 1 böl K vurulsun K üstəgəl 1. Bir də üstəgəl, bu surət elə məxrəc deməkdir. K kvadrat üstəgəl K'dır da, bunlar gedirlər. Qalır 1. Şimdi gəlin, bura, bu ardıcılığı mən yazım. Deməli, AK bərabərdir nəyə? 1 böl K vurulsun K üstəgəl 1. Üstəgəl 1. Bunu almağımız çox yaxşı oldu. Hesablama faydası var da onun. Bax, fikir verin. K1 olanda birinci həddi nədir burada? 1, 1 vurulsun 2. Üstəgəl 1. Bax, bunu ayrıca ona görə, indi deyəcəyəm sizə nəyə görə yazıram. Bu 1'lərə görə yazıram. Sonra K'nın yerinə 2 yazıram. 1 böl 2 vur 3 üstəgəl 1. Sonra bax 1 böl 3 vur 2 üstəgəl 1 və ilə axır üstəgəl. Üstəgəl bir də bax ən axırda 1 böl K vurulsun K üstəgəl 1. Bax budur. Aydınmı? Bir də üstəgəl 1. Aydınmı? Bax burada indi bizə nə deyir orada? Deyir ki, ardıcılığın ilk n həddin cəmini tap. İndi K'nın yerinə n yazsaydım burada n olacaqdı da, düzdürmü? İndi ilk n həddin cəmini deyirsə, n dənə bir nə verəcək mənə? 1. 1'ə n vuranda n verəcəkdir. Deməli, bu cəmi hesablayıram. Bərabərdir n. Üstəgəl. Bax, bunları da hesablama qaydası var. 2'dən 1 çıxanda 1 eləyir. Bax, 3'dən 2 çıxanda 1 eləyir. Nə bilim, K üstəgəl 1'dən K çıxanda 1 eləyir. Deməli, burada məxrəci kiçik olandan, bax, məxrəci kiçik 1'dir də 1 də 1. 1 də yaza bilərəm onu. Hə? Yazdım, 1 də 1. Çıxılsın məxrəci böyük olan. Böyük olan budur da, elədir mi? 1 bölünsün K üstəgəl 1. Bax, bunu verəcək bizə cəm. N ilə yazırıq. İlk n həddini istəyir deyə K'nı yazmıram. N yazıram K'nın yerinə. Bərabərdir. N üstəgəl. Deməli, n üstəgəl 1 surətdə olacaq. N üstəgəl 1 çıxılsın 1. N üstəgəl. N bölünsün n üstəgəl 1. O da bərabərdir. Orta məxrəcə gətirəndə n üstəgəl 1. N vurulacaq n'in kvadratı üstəgəl n. Bir də üstəgəl bu n. N'in kvadratı üstəgəl 2n bölünsün n üstəgəl 1. Bax, belə bir cəm aldım. N'in kvadratı üstəgəl 2n. Bəli, bax, B variantı. Yaxşı çalışmadır. 26 nömrəli çalışmaya baxırım. Ümumi həddi AN verir mənə n'in kvadratı üstəgəl 6n üstəgəl 8. Olan ardıcılığın ən kiçik həddini tap. Bu ardıcılığın ən kiçik həddini tapacaq. İndi bunu necə tapacaq? Bax, şöyle bunun qrafiki nədir? Paraboladır da ümumiyyətlə. Paraboladır. Mən burada çəkməyim ki, birdən burada düşməz, kəsər, aşağı düşər. Ümumi şəkildə çəkirəm paraboladır. Özü qollar da yuxarı olacaq. N'in kvadratının əmsalı nədir? Müsbətdir. Deyir ki, ilk n həddinin cəmi, deməli, hansı oldu orada? Ümumi hədd, ardıcılığın ən kiçik həddini tap. Gəl tapaq. Belə yazaq uşaqlar. Deməli, burada
2 ədlinin kvadratına ayırım mən. Aydınmı? 2 ədlinin kvadratına ayıranda deməli yazıram belə. N'in kvadratı, n'in kvadratı üstə gəl 2 vurulsun. 2 vurulsun. 3n üstə gəl 9 çıxılsın 9. O da üstə gəl 8. O da bərabərdir. Bu verəcək mənə n üstə gəl 3'ün kvadratı. Bir də çıxılsın ne verəcək mənə? Bu düstur verdi. Bu da elə mənfi 1. Çıxılsın 1. Şimdi burada deməli bu çalışmada baxaq. Bunun bizdə deyir ki, ən kiçik həddini tapın. Həddin özünü tapacaq. Ən kiçik həddini. Şimdi burada bunun ən kiçik həddi neçə olacaq uşaqlar? N'yi yerinə neçə yazsam, n naturalda axı 1 yazsam olacaq da, düzdürmü? 1 üstə gəl 3'ün kvadratı. Bu da çıxılsın 1. Bu da bərabər olacaq. 16 çıxılsın 1. Eləyir 15. Bu oldu ən kiçik həddi. Aydınmı? Bunun ən kiçik həddi bunu verdi bizə. Sonra baxaq 27 nömrəli çalışmaya. 27'də nedir? Ardıcıllığın n həddinin cəmi üçün düstur verib. Sn nəyə bərabər? Sn çıxılsın 1. Üstə gəl 3 vurulsun. 2'nin üstündə n'in kvadratı çıxılsın 10n. O da üstə gəl neçə? 27. N burada 1'dən böyükdür. N 1'dən böyükdür. Olarsa 192'dən kiçik hədlərin sayını tapın. Deməli 192'dən kiçik olan hədləri tapacaq. Kiçik hədləri tapacaq. Burada n də böyükdür 1. Belə deyib də bizdə, düzdürmü? Bəli. Şimdi baxaq buna. Bu bərabərliyə baxaq görək. Deməli hədlər, kiçik olan hədlərin sayını tapacaq. 192'dən kiçik olanlar. Bax burada uşaqlar, bax mən belə yazıram. Sn çıxılsın Sn minus 1. Nəyə bərabərdir? Bir də bax bunu 3 vurulsun. 2 üstündə n'in kvadratı çıx 10n üstə gəl 27. Bu fərqə baxın. Neçə dənə çalışma da əvvəlində yazdım. Bu nə verir mənə? AN-i verir də, düzdürmü? N dənə həddin cəmindən, n çıxılsın bir həddin cəmini çıxanda AN olacaq da. Elə bilin ki, 10 dənə həddin cəmindən 9 dənə həddin cəmini çıxırsa, A10'u verir də bizə. Ona görə də bax bunun əvəzinə yazıram AN bərabərdir. 3 vurulsun. 2 üstündə n'in kvadratı çıx 10n. Çıx 10n. Bir də üstə gəl neçə? 27. Şimdi burada deyir ki, deməli, olarsa 192'dən kiçik hədlərin sayını tapın. Tapaq. Deməli, bu kiçik olacaq nədən? 192'dən. Yazıram burada ayrıca 3 vurulsun. 2 üstündə n'in kvadratı çıx 10n üstə gəl 27 kiçikdir 192'dən. Baxaq, bunun hər tərəfini 3'ə bölək. 2 üstündə n'in kvadratı çıx 10n üstə gəl 27 kiçikdir. Bu eləyəcək neçə? 19'u 3'ə böləndə 64. Deməli burada da 2 üstü n'in kvadratı çıx 10n üstə gəl 27. Bu da kiçikdir 2 üstündə 6'dan. Şimdi burada uşaqlar, burada. Deməli, belə çıxır ki, n'in kvadratı minus 10n üstə gəl 27 kiçikdir 6'dan. Əsaslar eyni daxil. 1'dən də böyükdür, vahiddən də böyükdür. Ona görə də bu kiçiklik işarəsi saxlanılacaq. Burada n'in kvadratı çıx 10n, o da üstə gəl 21. O da kiçikdir 0'dan. Şimdi bunu biz həll eləyəcəyik. Bərabərsizlik kimi həll eləyək görək. Bunun kökləri neçədir? 3 ilə 7'ye oxşar. 3 ilə 7, düzdürmü? İndi ədəd oxunda bərabərsizliyi qrafiklə də yaza bilirik. Elə belə ədəd oxunda da yazaq. 3 ilə neçədir bu? 7'dir, elədirmi? Bunları heç birini almır. Kiçik olan deyir də, düzdürmü? İndi baxaq. Deməli, burada uşaqlar, belə çalışmalarda dərhal baxın, indi mən əhəlinə yazacaqam, baxarsın. Aralıq alınmalıdır ki, biz o həddi tapayıq. Aydın oldu. Amma ardıcıllıqlarda ola bilər mənfi tərəfə düşən hissəsi də olsun.
İndi baxaq burada onu götürmək lazım deyil də elə şeyləri. Sıra nömrəsi də natural ədəddir. İndi baxın burada qiymət yazay 0 yazıram. 0 yazanda nə verir bizə? Bu müsbət verdi. Bu da müsbət olacaq, bu mənfi. Gördünüz, aralıq götürülməlidir. Say istəyir bizdənsə, deməli bu məsələni çalışmanı elə veriblər ki, aralığı götür. Burada neçə olacaq? Deməli 4, 5, bir də 6. Aydındır mı? 4, 5, 6. 7'ni almır, 3 almır. Orada sayını istəyir. N'in neçə qiymətində deyildi. Düzdürmü? Sayını istəyirdi. N həddin cəm. Deməli, kiçik olan hədlərin sayını tapın. Cavab 3 olacaq. Cavab 3'dür. Y variantı var orada. Bu qayda ilə həll olunur. Sonra bu 27 idi. 28'e de baxaq. Görüm 28'de nedir? Deməli 28'de ilk n həddin cəmi Sn bərabərdir 3n'in kvadratı üstə gəl 5n. Düsturu ilə hesaplanan ardıcıllığın 62'ye bərabər olan həddin nömrəsini tapın. Deməli an nəyə bərabərdir? 62'ye. Bərabər olan həddin nömrəsini tapın. Nömrə də budur. Bunu tapacağıq. Bu çalışmanı yazacağıq. Yazaq. Deməli AN'i tapmaq üçün Sn minus 1'i də tapım gərəkdə. 3n minus 1'in kvadratı üstə gəl 5 vurulsun n minus 1. Bu da nəyə bərabərdir? Ayrıca hesablayaq da 3 vurulsun n'in kvadratı çıxılsın 2n üstə gəl 1. Üstə gəl 5n üstə gəl 5. O da bərabərdir. Burada verir bizə deməli 3n'in kvadratı çıxılsın 6n üstə gəl 3 üstə gəl 5n üstə gəl 5. O da bərabərdir. Bərabərdir. Deməli burada 3n'in kvadratı 6n ilə 5n mənfi n eləyir. Bir də 3 ilə 5 də 8 eləyir. Üstə gəl 8. İndi mən Sn minus 1'i çıxıb AN'i tapacağım. Yazıram 3n'in kvadratı üstə gəl 5n çıxılsın. Buradaki işarələ əksinə dəyişirəm şu anda. 3n'in kvadratı üstə gəl n çıxılsın 8. O da bərabər. Bunlar gedir. Burada qalır 5, 6n. Düzdürmü? 6n çıxılsın 8. Şimdi burada deyir ki an 62'dir. 6n çıxılsın 8 bərabərdir 62'ye. 6n de bərabərdir. 8'i o tərəfə keçirdəndə olur 70. Düzdürmü? Burada n natural ədəd verməlidir. Burada neysə səhv yazdım yəqin ki də. Deməli, baxaq bir dəqiqə baxaq bunu. Burada neysə səhv yazmışam şuralar. Çıxanda necə yazmışam bunları? 8 bir dəqiqə buradan deyəm, baxın burada. Deməli 5 bu 5n çıxılsın. Bir də burada səhv var. Bir də 5'də səhv var şurada. Bu mənfi 5, bu da 3, mənfi 2 eləyir. Burada səhv var. Çünki orada ola bilməz. Deməli burada mənfi 2'dir. 8'in yerinə deməli 8'in yerinə burada artıq necə mənfi 2. Mənfi 2 hansında oldu bunların? Deməli mən bundan bunu çıxanda indi burada üstə gəl 2 olacaq da, düzdürmü? Çıxanda bu üstə gəl olur. Bəli, belə olmalıdır. Bu da eləyir 60. Buradan da n bərabərdir 60 bölünsün neçə? 6. Bu olar. Aydın mı? Çünki n natural ədəddir. O dəqiqə dərhal hiss elədim ki, orada hesablamada səhv var. Oldu uşaqlar. Cavab oldu A10. Orada cavab açıqdılar da bunlar. D variantında var. Cevap D variantı. Sonra 29'a baxaq uşaqlar. 29'da nedir? AN bərabərdir. Deməli 3n üstə gəl 1, bir də 2n üstə gəl 5. Düsturu ilə verilmiş ardıcıllıqda 15'də 16'ya bərabər olan həddin nömrəsini tap. 15'də 16'ya. Deməli AN bərabərdir buna. Bərabər olan həddin nömrəsini tap. Yazaq.
3n üstə gəl 1, 2n üstə gəl 5. Buradan n'i tapacaq uşaqlar. 15'də 16. Tənasüb kimi vurub açanda, açaq. Bu elədir, deməli 45n üstə gəl 15. O da bərabərdir. Bunu da buna vuranda 32n. O da üstə gəl 5'i 16'ya vuranda 80. 80. Buradan da 32'ni bu tərəfə keçirdəndə neçə eləyir? 13n. O da bərabərdir. Bu da eləyir 95. 32'ni deməli 17n. Aydındır mı? N də bərabərdir nəyə? 95 17'ye böləndə 5 edir. Cavab oldu 5. Bax, bu tip misallar belə yazılır uşaqlar. 30 nömrəli də eynidir. Özünüz işləyərsiniz onu. 31 nömrəli çalışmaya bax. İlk n həddin cəmi Sn bərabərdir. Sn minus 1 üstə gəl 3n'in kvadratı üstə gəl 7. Bu düstur ilə verilən ardıcıllığın 7-ci həddini tapın. Deməli, həddin özündür. A-ni tapacaq. Bayaq bu çalışmaya da əvvəlki çalışmalarında yazmışım. Bax, Sn minus 1'i keçirdirəm bu tərəfə. Sn minus 1 bərabərdir 3n'in kvadratı üstə gəl 7. Bu fərq elə An-dir də uşaqlar. Deməli, An buna bərabərdir. An nəyə bərabərdir? 3n'in kvadratı üstə gəl 7. İndi orada deməli, hansıydı? Düstur ilə verilən ardıcıllığın 7-ci həddini tapacaq. A7'ni yazıram. Bax, burada An yazdım. A'ni tapmışam. Yəni, ümumi həddi tapdım. A7'ni tapam. A7 nəyə bərabərdir? N'i yerinə 7 yazıram da. 3 vurulsun 7'nin kvadratı. Üstə gəl 7. Aydındır mı? Burada deməli 49, 3 vurulsun. Deməli, belə yazar da 7. 7. 23'ü vururam 7'ye 21, 22. Elədir mi? Belə bir hesablama aparardı. 7'ni çıxardanda 49'u 3'e vuraram. Başqa ədəd olanda da biraz fikirləşmək lazım gəlmir. Burada aydın məsələ 4, 15, 154. Cavab oldu 154. Bunlar açıq suallardır uşaqlar. Sonra 32 də eyni qayda ilə həll olunur. 33'e baxacağım. 33 nömrəli çalışma. N'in hansı qiymətində An bərabərdir? N'in kvadratı üstə gəl 5n çıxılsın 7. Ardıcılığı An minus 1 bərabərdir 22 olar. N'in hansı qiymətində bu belə olar. Bu bərabərlik doğru olar. Baxaq. Bu An buna bərabərdir. An minus 1'i hesablayaq. N'dən asıl tapaq yazar yerinə bu tənlikdə əllilikdə. Tənlik kimi əlliləyəcəyim. Deməli, N'i yerinə N minus 1'in kvadratı yazıram. Üstə gəl. 5 vurulsun N minus 1. O da çıxılsın 7. Bərabərdir. Bunu hesablayaq. Deməli, N'in kvadratı minus 2n plus 1. Düsturu açdım. Üstə gəl 5n minus 5. O da minus 7. Bərabərdir. O da bərabər. Deməli, n'in kvadratı 2n, bu da 5n. Bizə verəcək 3n. 1, bu mənfi 12 eləyir. Düzdürmü? 1'i də çıxanda ondan mənfi 11 eləyəcək. Bu An'dir. An minus 1'dir. N'in kvadratı üstə gəl 3n çıxılsın 11. Yəni, bu bərabərlikdə gəl bunları yazaq yerinə. An'in yerinə yazıram. N'in kvadratı. Üstə gəl 5n çıxılsın 7. Bax, bunu yerinə yazdım. Çıxılsın. Burada çıxmada axı. Bax, bunlar əksin olacaq. N'in kvadratı. Çıx 3n. Bu da üstə gəl 11. Bərabər neçəyə? 22'yə. Burada n'in kvadratları gedir. 5n'dən 3n'i çıxanda neçə edir? 2n. O da bərabərdir. 22. Bu elədir 4. O tərəfə keçirdəndə deməli, çıxın yazdım 22'ni. Ya bir dəfəlik də istedim yazdım. Bu elədir 4, o tərəfə çıxılacaq da 2n nəyə bərabərdir? 18'ə. N nəyə bərabərdir? 18 bölü 2, 9'a. Deməli, n 9 olanda bax, bu bərabərlik doğru olacaq. Baxaq 34 nömrəli. 34 də eyni çalışmadır uşaqlar. 34 eyni çalışmadır. 35'e baxın.
Deməli AN bərabərdir 2N üstə gəl 13, N üstə gəl neçə 2. Ardıcıllığının tam ədədlər olan hədlərinin cəmini tapın. Ardıcıllığının tam ədədlər olan hədlərinin cəmini tapın özdə. Baxaq burada belə yazacağım bunları. Bu tip çalışmaları belə yazacağım burada. Uşaqlar 2N üstə gəl. Bu N üstə gəl 2'ni almaq üçün 4 yazıram burada. 10 üstə gəl 9. Bu da N üstə gəl 2. Bərabərdir. Burada elə bil ki, bax bunu bölürəm buna. Bax 2'ni də çıxardıram. N üstə gəl 2 qaldı. Bax burada. Aydındır mı? Bu da N üstə gəl 2 üstə gəl 9 bölünsün. N üstə gəl 2. Bərabərdir. Bu verdi mənə. Bunlar gedir 2 üstə gəl 9 bölünsün. N üstə gəl 2. Şimdi şərtə bax nə deyir. Deməli 35 nömrəli çalışmada deyir ki, ardıcıllığının tam ədədlər olan hədlərinin cəmini. Deməli əvvəl n'ləri tapaq, neçə dənəsində tam olacaq. Sonra onların cəmini. Şimdi buradan bax yazmışam. AN ardıcıllığı belədir. Üstə gəl 9 bölünsün. N üstə gəl 2. 9'un bölənləri neçə ola bilər? Bax, n üstə gəl 2 neçə ola bilər? 1. N üstə gəl 2. Burada neçə ola bilər? 3. Bir də n üstə gəl 2. Neçə ola bilər? Deməli 9. Aydınmı? Şimdi burada n nəyə bərabərdir? Mənfi 1'ə. Aydınmı? Burada n nəyə bərabərdir? 1'ə. Burada n nəyə bərabərdir? 7'yə. Şimdi bak fikir verin. Maraqlı hissə budur. Bak burada mənfi 1 ola bilməz. Bak bunun altında yazıram. Ola bilməz. Uşaqlar yadınızda saxlayın. Natural olmalıdır ardıcıllığın. Sıra nömrəsi deyir. Məsələn fərz edək ki, konsertə getmişsiniz və yaxud futbola getmişsiniz. Hansı nömrədə oturmuşdunuz? Neçənci yerdə oturmuşdunuz? Orada nömrəsini deyirsiniz də. Düzdürmü? Nömrə mənfi ilə işlənmir ki. Yəni bunu deyirəm ki, yadınızda diqqətlə saxlayın da diqqətli olun. Burada olacak 1 üstə gəl 7. O da beraber neçə eləyir? 8. Cevap olacak burada 8. Cevap 8'dir. Sonra bu oldu 35 nömrəli çalışmada, elədir mi? 35 36 indi gəlir 36 nömrəli çalışmaya baxaq. 36 nömrəli çalışmada nedir? Ardıcıllığın ilk n həddinin cəmi düsturla verilib. Yəni ilk n həddinin cəmi düsturudur. Həddinin nömrəsi, hədd düsturu deyil uşaqlar. Sn bərabərdir. Sn minus 1 üstə gəl 10n üstə gəl 1. Deməli münasibətini ödədikdə onun 80'dan böyük olan ən kiçik həddin nömrəsini tapın. 80'dan böyük olan, 80'den böyük olan. Baxaq. Bax burada Sn minus 1 nəyə bərabərdir? 10n üstə gəl 1'ə. Bu fərqdə bilirik ki, AN-dir. Düzdürmü? Deməli AN nəyə bərabərdir? 10n üstə gəl 1. 1 oxuyuram o hissəsi. Bu münasibət ödəndiyi onun 80'den böyük olan ən kiçik həddin nömrəsini tapın. Bax, böyükdür 80 yazıram. Burada 10n nəyə bərabərdir? 1'i keçirdən də o tərəf 79'a. Burada da n nəyə bərabərdir? 7 tam onda 9'a. Aydınmı? İndi 7 tam onda 9 nömrə dögül axı. Deməli bundan sonra gələn bu böyüklük olmalıdır da, düzdürmü? Bundan sonra gələn natural ədəd hansıdır? 8. Cavab olacaq 8. Cevap olacak 8 burada. Bu neçə nömrəli oldu? 36 nömrəli çalışmada cevap 8. Sonra 37'de deyir ki AN bərabərdir 2n üstə gəl 40. N minus 1. Ardıcıllığının neçənci həddinin nömrəsi ilə qiyməti bərabərdir. Neçənci həddinin nömrəsi ilə qiyməti bərabərdir. Deməli, baxaq bunu. Onda uşaqlar belə çıxır ki, mən bunu n-ə bərabər eləyim də. Qiyməti ilə
nömrəsi bərabərdir. N nömrədir də. İndi bu tənliyi həll edeyim gərəkmə. Yazıram deməli 2n üstə gəl 40 bölünsün n çıxılsın 1 o da bərabərdir n-ə. Bunu necə həll edəcək? N çıxılsın 1 vurulacaq n-ə də, düzdürmü? N-in kvadratı çıxılsın n, bu 2n-dir ya. O da bərabərdir 2n üstə gəl 40. Bu da n'in kvadratı çıx 3n. O da çıxılsın 40. O da bərabərdir 0'a. Deyən görək, Viet teorem belə tapa bilərikmi köklərin hasilini? Viet teoreminə görə 8 ilə 5'ə baxaq. 40 mənfi 5. Düzdürmü? Bulardır. Kökləri bulardır. Mənfi 5 ola bilməz axı n. Mənfi ola bilməz. N bərabərdir 8 olanda. Cavab 8 oldu şu an. 37 nömrəli çalışmada cavab 8. Sonra keçək 37 nömrəli çalışmada cavab 8. İndi baxaq 38 nömrəli çalışma. Ümumi həddi verilmiş ardıcıllıqlar üçün uyğunluğu müəyyən edin. Baxaq. X n bərabərdir 3 çıxılsın 2n. Bu birincidir. İkincidə y n bərabərdir 2 üstündə 1 üstə gəl n'dir. Üçüncüdə yazırıq 4 üstü deməli z n bərabərdir. Z n bərabərdir 4 üstündə n üstə gəl 2. Şöyle bir de bu dördüncü var. Bu silsile değil. Derhal görsənir bu. Aydınmı? 4 üstü n olsaydı olardı. Ona göre silsile olmayan hansıdır? C variantı. Deməli 3'e C gedir. Sonra birinciyə baxaq. Həndəsi silsilədir. Həndəsi silsilə olacaq uşaqlar. Bir de 2 üstü. Üslü tənlik. Konkret. 2 üstü B, X, 3 üstü N və ilə axır. Bax burada ikincisi həndəsi silsilədir. A variantı oraya gedəcək. Xətti də ədədi silsilə olacaq uşaqlar. Ədədi silsilə bir de bu funksiya xəttidir. Birincidə. Deməli B bəndi də 1'ə gedir. Hansılar qalıb orada? D variantı qalıb. D'də nədir? İlk 4 həddin cəmi mənfi 8'dir. İlk 4 həddin cəmi. Bu böyük olacaq. Həndəsi silsilə böyük olacaq. Bu ardıcıllıq da böyük olacaq. Dərhal n yerinə yazanda. Biri yoxlayaq görək gedirmi ora? Deməli 1 olanda n bərabərdir 1 olanda. Nə verir mənə? Qiyməti 1. Düzdürmü? N 2 olanda neçə olacaq? 2 olanda deməli mənfi 1. Elədirmi? 3 olanda mənfi 6. Bu mənfi 6 elir. 3'dən də mənfi 6'nın mənfi 3. Elədirmi? Burada heç D ona getmir ki. Ya düzgün hesablamadım belki. Burada düz yazmışam bunu. N 1 olanda 1 elir. N 2 olanda N 2 olanda 4 elir mənfi 1. Burada da 3 olanda da 6. Bu da mənfi 3 getmir ona. Mənfi 8 de getmir ona. Sonra ilk 5 həddin cəmi 32'dir. E bəndi. İlk 5 həddin cəmi 32'dir. Ya 5'incini de hesablayıb, 4'üncünü de hesablayıb. Baxaq burada 4, 8. Heç inanmıram buraya gəlib çıxsın. E variantı heç birinə yəni hesablayıq da hər halda hesablayıq. 4 olanda mənfi 8 elə mənfi 5 n bərabərdir 5 olanda deməli bu olur mənfi 10 mənfi 7. Bu 32'ye getmir. Özdə burada uşaqlar 4 həddindir də. İlk 4 həddindir. 4 həddinə baxaq ya biz. 4 həddinə. Aydınmı? Mənfi 1 ilə 1 bəli mənfi 8 gedir. D variantı burada gedir də. Orada 3 həddi deyil. 3 həddi kimi hesabladım mən. 4 həddi oraya gedir. O E bəndə heç birinə getməyəcək. Bunlar böyük ədəddir uşaqlar. N yerinə qiymət yazanda keçir gedir 32'ni.
Ona göre de 39 nömrəli çalışmada nedir? O fərqlidir, onu da yazın. Deməli, burada AN bərabərdir. N çıxılsın 3/10-2'nin kvadratı üstə gəl 3. İkincidə, bu birincidir. Bu da ikinci. AN bərabərdir. N çıxılsın 3/16'nın kvadratı üstə gəl 3. Üçüncüdə də AN bərabərdir. N üstə gəl 3'ün kvadratı üstə gəl 3. Burada ən kiçik həddi 19'dur. Birinci A variantını deyir. Ən kiçik həddi 19. Ən kiçikləri hesablamaq lazımdır da. Hamısında ən kiçikdir. Gəl hesablayı da bunlar bir-bir. Və burada ən kiçiyi olacaq N 3 olanda. 3 olanda 3'dən 3/2'nin çıxanda 0/2'nin kvadratı elir. Düzdürmü? Və N bərabər mötərizədə 3 yazıram. N 3 olanda hesablayıram. Aydındır mı? Bunları burada yazıram. 3 olanda 4 yazanda 0/8 eləyəcək. 0/2'nin kvadratı üstə gəl 3. Bu elədi 3/4. 3/4 var mı orada? B variantı. Bak 1'e B variantı gelir. Bak 1'də, qoy burada yazım aşağıda oların qabağında B variantı. Sonra gəl ikincini də hesablayaq. İkincidə deməli burada 4 olanda olacaq. Bax mötərizədə yazıram 4 olanda 4'dən bunu çıxanda 0/4 elir. 0/4'ün kvadratı üstə gəl 3. Bu 0'dan %16 elir. Bu da 3. 3/16. 3/16. C variantı. Deməli 2'ye də gedir C variantı. Və C variantı. 2'ni də yazdım. Sonra bunu da hesablayaq. Burada uşaqlar, burada ne deməli ən kiçik həddini deyirsə, onda 3'dür mü burada? Bu da özü ümumi ardıcıllığın ən kiçik həddini deyir burada. Baxaq, burada E'də ən kiçik həddi də lazımdır. E'nin ən kiçik həddi əlbəttə N1 olanda olar da yəqin ki. Elə də gör 1 olanda 4 elir. 4'ün kvadratı 16 üstə gəl 3. O da bərabərdir. Daha 0 yazmayacağıq. Yəni ki 0-cı həddi yoxdur. Natural həddidir. Bu da eləyir 19. Bu variant 3-cüdə deməli 3'ə bax bu gedir 19. Hansıdır orada bəndlərin? 19 olan var. Yəni burada 19 olan hansıdır? Yoxdur. Bir de A variantı. Aydın mı? 3'e getdi A variantı. Yazıram 3-cüyə A variantı. Sonra hansılar qaldı? A, B, D ilə E qalıb. D ilə E. D'də nədir? Ən kiçik həddin nömrəsi. Ən kiçik həddin nömrəsi baxa görək burada ən kiçik həddin nömrəsi 3. Bir de 3 buradadır. Bu gedəcək 1'ə. Bax 1'ə. Aydın mı? Bunları ona göre yazdım. Tələbə gördüm orada nömrə də var. Sonra bir de D'dir, bir de E variantında hansıdır? Orada nedir? Ən kiçik həddin nömrəsi 4. Bir de 2'yə. E de buraya gelir. Aydın oldu mu? Deməli 1'ə B ilə D, 2'yə C ilə E, 3'ə də A gedir. Sonra 40 nömrəli çalışmada. Uşaqlar 40 nömrəli çalışma eyni ilə 39 nömrəli çalışma kimidir. Orada yaza bilərsiniz siz özünüz. Baxın o cürlə izahatla yazın. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxaq. 41 nömrəli çalışma. Deməli A1 bərabərdir x minus 5. A2 də bərabərdir. A2 də bərabərdir 11 çıxılsın x. Deyir bütün hədləri müsbət olan azalan ardıcıllıqdır. Buradan alıram ki x çıxılsın 5 sıfırdan böyüdür. 11 çıxılsın x də sıfırdan böyüdür. Bu şərtlər. Burada ne deməkdir? X nədən böyüdür? 5'dən. Burada x kiçikdir 11'dən. Deməli nə söhbət olsa, nə axtarsalar 5 ilə 5'dən böyük 11'dən kiçikdir də bu aralıqda axtarılmalıdır. Həll. İndi həllini nə istəyir bizdən? Ardını oxuyur. Azalandır.
Azalanlığında o deməkdir ki, A1 böyükdür A2'den. Bu da bu deməkdir. Yani x çıx 5 böyükdür 11 çıx x-dən. Bu da bunu, buradan da bunu alırıq uşaqlar. Burada x'i keçirdirəm 2x, o da 5'i de o tarafı 16. X de böyükdür nədən? 8'dən. Deməli x 8'dən böyük olsa azalan olacaq. Sonra x'in ala biləcək tam qiymətlərin cəmini tap. 8'dən böyük. Tam qiymətlərin cəmi. 8 ola bilməz. Çünkü beraber olsa azalan olmur axı. Olacaq burada nələr? 8'dən böyük 9, 10. Aydınmı? Bu 8'dən böyükdür də, düzdürmü? 8'dən böyük alındı burada. Bəli, bu iki əhd götürüləcək. Cavab olacaq uşaqlar 9 ilə 10'un cəmi, tam qiymətlərin cəmini istəyir. 9 üstə gəl 10. Bərabərdir 19. Cavabı bu olacaq. Bu qayda ilə bu şərtləri gözləmək lazım. 42'də nedir? 42'də elə deyir. Qoy 42'ni də yazım sizin üçün. Yaxşı maraqlı çalışma oldu bu. Baxaq. Deməli A1 nəyə bərabərdir? Bax x çıxılsın 3'ə. Bir də A2 bərabərdir. Bəlkə artanlığındır burada. Yox, burada da azalandır. 10 çıxılsın x. Burada deməli azalandısa, deyirdə azalan, hədləri müsbət azalan. Azalanlığı o deməkdir ki, x çıxılsın 3 böyükdür 10 çıxılsın x-dən. Buradan nə alıram? X-i o tərəfə keçirdirəm. 2x böyükdür. 3'ü də bu tərəfə keçirdəndə neçə eləyir? 13. Orada 3 10'dur. Hə, bəli. Buradan da alıram x. X nəyə bərabərdir? 6 tam 15. X 6 tam 15'dən böyükdür daha doğrusu. Sonra burada deməli azalanlığına görə bunu aldım da, elə demə. Bir də ki uşaqlar, burada deyir ki müsbətdir. Bax x çıxılsın 3 böyükdür 0'dan. X böyükdür 3'dən. Bir də x 10 çıxılsın x də 0'dan böyükdür. X də kiçikdir 10'dan. Bax belə. Bu şərtlərdir. X-in ala biləcəyi tam qiymətlərin cəminə bax. Deməli 3 ilə 10 arasında. Bu arada olmalıdır da uşaqlar. Bu 3, bu da 10. Bu araya düşənlərə baxacaq. Bax belə. İndi burada x nədən böyükdür? 6 tam 15'dən. Bax burada 6 tam 15'dir. 6 tam 15. Bax belədir. Bu araya düşənləri götürəcək. Bu araya hansılar düşür? 7, 8, bir də 9. Bax bunlar düşür. Bunların cəmini istəyir. 7'nin üstə 8, 15, 15 üstə 9, 24. Cavab oldu 24. Bu qayda ilə yazmaq lazımdır uşaqlar. O çalışmaları. İndi baxaq 43 nömrəli çalışmaya. 43 nömrəli çalışmada nedir? Deməli cədvəldə ifadələrin hansılarının hər hansı ardıcıllığın eninci həddinin düsturu ola biləcəyi və bilməyəcəyini qeyd edin. Olar və ya olmaz. Baxaq, birinciyə baxaq, görək cədvələ baxaq. 43 nömrəli çalışmadır. Deməli birinci yazıblar 3 bölünsün en üstə gəl 3. İkinci yazıblar 5 bölünsün en çıxılsın 2. Üçüncüdə yazıblar 7 bölünsün enin kvadratı çıx 5. Bir də 9 bölünsün enin kvadratı çıx 16. Burada uşaqlar bilirsiniz nəyə baxacaqsınız? Məxrəc 0 olmasın. Və bir də natural ədəd olsun. Başa düşdünüzmü? Bax burada birinci eni yerinə neçə yazırsa yaz. Məxrəc 0 olmaz da 1, 2, 3. Natural ədəddir də. Deməli bu ardıcıllığın düsturu, eninci həddin düsturu ola bilər. Burada deyir olar yazında yazdım. Bu isə 1 yazanda mənfi eləyir. Bu ola bilməz. 2 yazanda 0 eləyir. Bax bu bilməz. Bilməz yazıram. Ola bilməz. Buna baxaq. Bax burada natural ədədin baxaq görək. Enin kvadratı. Burada enin kvadratının yerinə, enin yerinə bu da ola bilər. 0 ola bilməz axı. Aydınmı? Bu olar.
Amma bu isə deməli ola bilməz. Ne üçün ola bilməz? Ona görə ki, n'in kvadratı, 4'ün kvadratı 16 edir, bu eləcək 0. Aydınmı? Bu da bilməz. Bilməz. Bu qayda ilə. Sonra baxaq, deməli ikinciyə baxaq görə 44 nömrəliyə baxaq. 44 nömrəli. Burada nedir? Burada n 4 bölünsün, n çıxılsın 9. Burada 2 bölünsün, n üstə gəl 7. Burada 8 bölünsün, n'in kvadratı çıx 25. Burada isə 6 bölünsün, n'in kvadratı çıx 7. Bura fikir verin uşaqlar. Burada, bax, burada ola bilməz. Bilməz. Aydınmı? Burada 4'ün neçə kvadratı 7'dir. Natural ədədlərdə elə bir ədəd yoxdur axı. Bu ola bilər. Bilər. Bu da ola bilər. Bilər. Olar. Necə yazırsınız? Yazın da olar, ola bilər, olar yazın. Orada deyir olar. Bu da olar. Bu isə uşaqlar bilməz. Aydınmı? Bu bilməz. Ola, olmaz. Bu qayda ilə bunları yazmaq lazımdır. Diqqətinizə görə sağ olun.